Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüzde Xəzərin mavi sularında üzerek Qızılgüllər diyarı Zaqatalanın adını müjdeleyen yaşadan Zaqatala tankeri hakkında məlumat verəcəyik. Gəlin bu məlumatı Yenilmez Batalyon filmindeki Teymurun mahnısının sədalarının müşayiəti ilə dinləyək. Zaqatala tankeri 20 ile yakın bir müddettir ki Xəzərin mavi sularında üzerek neft məhsullarını daşıyır ve ülkemizin iqtisadi qüdrətinə öz töhfələrini verir. Tanker 2008-ci ildə inşa edilmiştir. Uzunluğu təxminən 150 metr, eni 17 metrdir. Tankerin yük tutumu 13 ton yarımdır. Tankerdən əsasən neft, dizel ve diğer maye məhsullarının daşınmasında istifadə olunur. Tanker regional yük daşımalar üçün Xəzər dənizində fəaliyyət göstərir. Qızılgüllər diyarının adını daşıyan Zaqatala tankerinin kollektivinə uğurlar arzulayırıq. Diqqətinizə görə çox sağ olun.